onda da olur, klassik modda da olur, şeydə də SMPS-də də olur. İkisində də olur. Amma biraz fərqlidir. Biz körpü diodun indi yerini harda çəkdik, fikir verin. Transformatordan sonra, düzdür? Amma switch modlarda, yəni bunlarda transformatordan əvvəl olur. Bayaqları biz o stolun üstündə şey var ha sizdə. Kart ISO. Bayaq Nadir müəllimlə söhbət edəndə bilməm fikir verdiniz, vermədiniz. Dedik ki, orada 310 volt gərginliyi var. Ehtiyatlı olun. Deyir deyə Nadir müəllim dedi ki, orada 310 voltu mən görürəm, problem yoxdur. Problem orada deyil, ondan sonradır nədirsə, belə bir şey dedi. Baxın, 310 volt bax burada, hani bu şey kondensatör, bax bu. Görürsüz, burada əmələ gəlir. Gərginlik buradan daxil olur. Buna fikir verməyin, bu torpaqlamadır. Qoruyucudan keçir, burada varistor. Varistora da fikir verməyin. Yəni bizim əsas prinsipimiz nədir? Hara baxırıq? Gəlir birbaşa girir körpü dioda. Körpü dioddan 310 volt, deyək ki, daha doğrusu 220 voltun pikləri neçə idi? 310 volt idi da, yox. Bax, gəlir buradan 310 volt döyünən çıxır, döyünən. Buradan. Elə təsəvvür edin ki, buradan çıxan var idi, ya, buradan çıxan. Bu döyünən var, bu döyünən. Bəli, bu döyünən buradan çıxır indi bu dəfə. Bax, buradan. Buradan. Amma 310 volt piklə çıxır. Yaxşımı? 310 volt. Bəli. Niyə görə? Çünki 220-nin piki 310-dur. Bu nə olur avtomatik olaraq? Bu kondensatorun üzərində toplanır. Bu kondensator o döyünəni sabitə çevirir, düzdürmü? Olur, 400 olmur. Bu 400 voltluq kondensatordur. Burada müşahidə edirik 310 volt. Yaxşımı? 310 volt. Sonra nə olur? Fikir verin. 310 volt gəlir, keçirir bir dənə transformatora. Girir transformatora. Transformatorun çıxışı isə gəlir bir dənə hər hansısa bir dövrə elementi ilə qoşulur ground. Transformatorun bir tərəfi müsbətə qoşuludur, görürəm. Girişinin bir tərəfi. Amma çıxışı nəsə tərəfindən idarə olunur. O da bu TNY-dir. Bu TNY qapalı duruma gələndə, yəni içərisində buradan buranı qapayanda, buradan bura qapanır. Nə olur bu avtomatik olaraq? Mənfiyə qoşulur da, yox? Ground'a qoşulur. Ground'a qoşulan anda nə olur? Bunun üzərində maqnit sahəsi əmələ gəlir. Yox, əgər bu havada qalsa, bax bunu görsən, bu içərisində bura qoşmasa özü, birbaşa ground'a versən, içindən sabit cərəyan axacaq, transformatoru yandıracaq. Bəli. Axı sabit var burada. Bu hardadır? Fikir ver. Bura nədir? Müsbət. Bax da, burada biz nə dedik? Kondensator var, yox? Burada döyünən cərəyan əmələ gəlmişdi. Kondensatoru qoyduq. Burada sabit 310 volt əmələ gəldi. Sabit 310 volt. Qoşuldu transformatorun girişdə birinci sarğısının birinci tərəfinə. Düzdürmü? İkinci tərəfi hansısa dövrə elementi tərəfdən idarə olunur. Birbaşa heç ara qoşulu deyil, yuxarıya fikir verməyin. O başqa şeydir, ondan danışarıq. Mənfiyə qoşulsa, bura qoşulmuş olur da, yox. Mənfi burada axı bizdə. Bax, kondensatorun mənfi qütbü. Bu dövrə elementi çox sürətli şəkildə mənfiyə qoşur, buraxır, qoşur, buraxır, qoşur, buraxır. Amma şəhər şəbəkəsində olan 50 Hz tezliyində yox, çox sürətli. Məsələn, 100 min dəfə saniyədə, başa düşdünüz necə? Saniyədə 100 min dəfə açır, buraxır. Qapıyır daha doğrusu. Yəni, nə olmuş olur? Məsələn, 100 min, 100 kHz-lik siqnal əmələ gəlmiş olur bunun üzərində. Maqnit sahəsi əmələ gəlmiş olur, bunun primer sarğısında. O, ikinci tərəfdə isə, burada, ikinci tərəfdə də bu çıxış sarğısının üzərində avtomatik olaraq maqnit sahəsini dəyişmiş olur. Dəyişən maqnit sahəsi də burada bir dənə diodla düzləndirərək gəlir, burada hər hansı bir dəyişən sabit bir deməli gərginliyə əmələ gəlmiş olur. İndi fikir verin, burada bu ona görə indi bax deyirəm niyə görə. Bax. Biz girişdə birbaşa dəmir nüvəli transformator qoyub klassik modla gedəndə saniyədə neçə dəfə işləyirdi o transformator? Şəhər şəbəkəsi neçədir? 50 dəfə, düzdürmü?
Bəli, 50-ni biz süni şəkildə 100 minə çevirmiş olduq. Fikir verirsiniz? Mən deyirəm ki, elektronikada bir dövrə elementinin nə qədər sürətlə işlətsək, o qədər verimli olar və verimli eləmək üçün də nə edirik? Süni şəkildə 50 Hz elə bil ki, 100 min Hz-ə qaldırmış olur. Demək olar ki, hə, ümumiyyətlə tezlik artanda elektronikada tezlik artanda verimlilik yüksəlir. Ən azından transformatorda belədir. Məsəl üçün bir neçə dövr elementi var ki, bunlarda elədir. İndi bizim transformatordan gedir də işimiz, düzdürmü? Söhbət transformatordan gedir. Tezliyi onsuz da şəhər şəbəkəsi 50 Hz-də. Biz onu dəyişənmirik ki. Burada şəhər şəbəkəsi neçə Hz-dir? 50 Hz. Deməli transformatorda 50 Hz-lə işləyir də burada. Dəyişə bilirik onu. Dəyişəmirik. Şəhər şəbəkəsi nədirsə odur. Hə? Heç cür dəyişəmirik də, mümkün deyil. Şəhər şəbəkəsi nədir, odur. 50 olmasın, 51 olsun da ondan yuxarı olmaz ki. Burada isə nə edirik? Burada avtomatik olaraq fikir verin, dəyişən cərəyanı sabitə çeviririk, bax bunun üzərində, bax burada. Burada sabitə çeviririk. Gözləyin. Sabitə çevirəndən sonra özümüz bunun transformatorun girişinə veririk, çıxışını, transformatorun, daha doğrusu primerinin, birinci tərəfinin çıxışını özümüz idarə eləyirik ki, bəli, özümüz təyin eləyirik ki, yəni daha sürətli olsun ki, daha verimli olsun. Düzdürmü? Bəs mən nə deyirəm? Bax, transformatorun birinci tərəfi var ha. Bu tərəfini pastayanlı şəbəkəyə qoşmuşam. Bu tərəfini özüm açıb bağlayıram. Bu dəyişən olmuş olmur. Bəli. Dəyişəni burada verdik də. İndi bir şey deyim də, bax. Bu deməli, burada nədir? Bu transformatorun bu birinci sarğısında əmələ gələn o switch tərəfi var ha, açarlama. Açıb qapalı. Bunlar diodlar, fikir vermə, sonra danışarıq. Bu dəqiqə mövzu deyil. Hə. Şotki diodlar, bu dəqiqə mövzumuz o deyil. Burada nədir? Bu necə qərar verir ki, buradakı gərginlik əmələ gəldi də artıq. Mən sürətini salım aşağı və yaxud tezliyi salım aşağı, nə isə dəyişim ki, buradakı gərginlik 12 volt lazımdırsa 24-ə qalxmasın, 100-ə qalxmasın da. Düzdürmü? Onu necə başa düşür? Onu bax bundan başa düşür. Bu içərisində foto elementi olan, bax fikir verirsiniz, bir dənə diod, bir dənə də foto tranzistor var. Olan bir dövr elementidir. Hə, optokapl, yəni cüt deyək də. Hə. 12-yə çatanda burada. Bax bu neçə voltluq zener dioddur? Bu zenerdir, düzdürmü? 12 voltluq. Fikir verin, zener diodun iş prinsipi odur ki, zener gərginliyini keçəndən sonra cərəyan buraxmağa başlayır. Burada 12 volt əmələ gələndə bu hara qoşuldu? Müsbətə də, düzdürmü? Transformatorun çıxışında müsbətə qoşuldu. Burada 12 voltun üzərində bir gərginlik əmələ gələn kimi içərisindən cərəyan keçirməyə başlayır. İçərisindən cərəyan keçirəndə nə olur? Avtomatik olaraq keçir burada. Bu LED var ha, LED yanmış olur, yəni parlayır. Parlayan kimi nə olur? Bu tranzistor keçirici olmağa başlayır. Yəni ki, bu dövr elementi başa düşür ki, artıq burada 12 volt var. Bu nə etmiş olur avtomatik olaraq? Tezliyinə müdaxilə eləyir. İndi orada əslində tezliyinə yox, duty cycle-na müdaxilə eləyir. Yəni işçi nə deyir ona? Duty cycle, işçi dövrü. Hə, işçi dövrünə müdaxilə eləyərək bu transformatorun deməli açılıb qapanmasına belə bir sözlə müdaxilə eləyir də. Müdaxilə eləyərək buradakı gərginliyi 12 voltda saxlayır. Yaxşı, mən bu zener diodu buradan söküb çıxardım. Yerinə məsələn 24 voltluq, nə bilim, lap 25 voltluq zener diod salsam nə olar? Çıxışımız, bəli, çıxışımız nə olacaq? 25 volt olacaq. Çünki bu zener diod 25 voltdan sonra gərginlik keçirməyə başlayacaq. Düzdürmü? Daha doğrusu cərəyan keçirməyə başlayacaq. 25 volta qədər heç bir cərəyan keçməyəcək bu tərəfə. 24-25 voltdan sonra cərəyan keçəndən sonra bu LED yanacaq. Bəli, bəli. Bu tərəf artıq onda duty cycle-ı ona uyğun salacaq aşağı.